Ya Allah, her birinizi hoş gördüm. Değerli müşterilerim, güzel izleyicilerim. Evlerinizi alanda mütləq şəkillərini, videolarını tələb eləyin tikintilərin. Sabahsı gün peşman olmayasınız. Atalar demişkən, sonraki peşmançılıq fayda verməz. Değerli izleyicilerim, Şuvalandayıq. 250 kvadrat metr sahəsi olan 4 sotun içində yerləşən bu gözəlliyin təqdimatına gəldik. Rahatlıkla əyləşə biləcəyiniz isti döşəməli besetkası. Burada maşın girişini gördünüz və meşəliyini görürsünüz hal-hazırda. 100 metr uzunluğunda, 4 metr enində isti hovuzu. Ətrafını tam dövr eləmək mümkündür. Bu tərəfdən də çıxışı var. Evin üzü keramogranitlə üzlənilib, daimi yaşamaq üçün 2 mərtəbəli ev axtarsınızsa 4 yataq otağı, 1 zaldan ibarətdir. Sizin üçün əla bir fürsətdir. Evin daxilində görüşərik inşallah. Daxil olan kimi geniş hol bizi qarşılayır. Bir zal, bir mətbəx, bir də sanitar qovşağı, bir dənə də yataq otağından ibarətdir. Gördüyünüz kimi geniş bir zalı, zaldan terasa çıxışı. Gəlin indi sizə mətbəxi təqdim edeyim. Gəlin indi də sizlərə 25 kvadratlıq mətbəxini göstərim. Bu arada tavanın hündürlüyü 3.50-dir, qapıların hündürlüyü 2.45-dir. Davam edək. Birinci mərtəbədə yerləşən ümumi sanitar qovşağı, geniş, ürək açan bir sanitar qovşağı. Olsun. Bu da 24 kvadratlıq yataq otağı, özünün dolabı. Getdi 2-yə. Sizə maraqlı bir şey göstərəcəm. Bunu mənim hər zaman izləyicilərimdə sual verir. Bilməyən insanlar çoxdur, qınamayaq da. Yəni insan görməyib bunu. Hər zaman sual verdiyimiz gizli damlar necə olur? Baxın görürsünüz, buna deyirlər gizli dam. Bu evin üstü də bu formadadır. Yəni dam görünmür belə. İndi daxil olaq evə. Ayaklarımızı unutmuruq. Birinci yataq otağı. Sizə bir dənə məlumatı deyim. Baxın, bilməyənlər üçün deyirəm, bunlar bahalı sistemdir. Bir də var divar üstü, bunlara divar içi deyirlər. Onlar ucuzlu sistemdir. Hər bir yataq otağının özünün dolabı da var, bunu da qeyd edeyim və bütün yataqların kondisionerləri var, hətta mətbəx daxil. Buradan eşidirəm, bir dənə orada izləyicimiz var. Qardaş, bunun qiymətini de. 510 min manatdır bu evin qiyməti. Bu da sonuncu yataq otağı, 30 kvadratlıq, özünün sanitar qovşağı və dolab otağı. Allah hər birimizə bax belə gözəl evlərdə yaşamağı nəsib eləsin inşallah. Rəbbim hər birimizin evini işıqlı eləsin, çılçılaqlı eləsin o deyirlər. Özünüzdən müğayət olun, canınız sağ olsun. Kanalımıza abunə olmaq yadınızdan çıxmasın. Hələlik.